Aha. Deməli, birinci buradan başlayaq. Bu sual deyir ki, bizə bir string verilir və sonra da bu stringi bir özün, sonra sətirdə də sayın, yəni uzunluğunu çıxışa verməmizi istəyir. İndi bunu necə edirdik? Yəni bu stringin uzunluğunu tapmaq üçün hansı funksiyamız var idi? Yadınızdadır? Yoxsa? Mən PDF-də atmışdım məncə. Olmalıydı orada. Length. Length bir də size. İkisi də eyni, tamamen eyni işə yarayır. Arasında bir fərq yoxdur. Yəni deməli, burada nə edirik? Birinci bir string, bir s aldıq birinci onu, sinirlirik. Çünki bizdə bir harada sual. Burada. Stringin özünü alırıq, ardından sıradakı sətirdə 3-6 string deyək. Amma bax, burada görə bilərsiniz ki, aralarında boşluq qoyaraq verib stringi. Yəni bu nə deməkdir? Normal sin eləsək olmayacaq. Çünki normal sinlə yazdığımız zaman tək bir dənə boşluq qoyduğumuz artıq oradan çıxır da, düzdür? Onda sizə necə eləmək lazımdır ki, bu boşluqları da götürsün? Getline yapmaq da mən. Aha, bəli, düzdür. Getline. Çox. Mikrofon bu arada. Ardından bu birinci sıfırdan dəqiqə yoxuyum. Sonra ardından getline'ı aldıq. Ardından bir özünü çıxışa veririk. S-in özündə bu şəkildə. Sonra bir endline qoyduq. Niyə? Çünki burada sadakı sətirdən verməmizi istəyir. Əgər bir endline qoymasaq, bunun sayını direkt yanında çıxışa verəcəyik. Və endline'ı verdikdən sonra da bir dənə siyah deyirik. S-in s.size bu şəkildə. Bu da s.length olar. Yəni ikisi də işləyir. Bunun arasında heç fərq yoxdur. Mən də istəyirəm ki, size daha qısadır. Yəni sonuç olaraq size yazmaqda əlbəttə daha rahat gələr. Yəni aralarında fərq yoxdur ümumiyyətlə, ona görə. Ardından elə bu şəkildə çıxışa verdiyimiz zaman görə bilərsiniz ki, gördüyünüz kimi birinci özünü çıxışa verdi, ardından növbəti də sayın necə çıxışa verir. Bu sual bu qədər, yəni. Sadəcə bir dənə size funksiyasını bilmədiyinizi yoxlamaq üçün bu sual, yəni başqa heç bir şey üçün deyil. Nə baxmışsınız sual? Bu olsun. Deməli, sizə deyir ki, bizə bir string verilir ümumiyyətlə və bizdən istəyir ki, kiçik A hərflərini silək bu stringdən. Lap nəfdə, yəni balaca, amma lowercase olan A hərflərini sadəcə. Bunun üçün də nə edəcəyik? Yenə eyni şəkildə bir one single string contain. Demək, burada böyütmə bir ara falan yoxdur, amma yəni getline yazmanın zərəri olmaz ümumiyyətlə. O bəzi yerdə sadəcə görə bilərsiniz ki, artıq yəni orada getline yazsız olmaz. Çünki bizdə bir neçə dənə fərqli string istəyir və orada getline yazmaq kimi düşünə bilərsiniz, amma burada heç bir problem yoxdur. Getline olaraq istifadə edə bilirsiniz. Sonra bunu artıq eləyənməkdə bir dənə çıxışa verənmərik. Nə edərik? Ən yaxşısı burada bir stringimiz vardı deyək ki. Bizdə burada ən məntiqli nə olar eləmək burada ümumiyyətlə? Bir for yazacağıq, düzdür? Forda orada ən başdan baxacağıq bir. Əgər A-ya bərabər deyilsə, o zaman bunu çıxışa verəcəyik. Bu qədər. Yəni nə edirik? Birinci ümumiyyətlə getline-də string s-imizi aldıq. Ardından i-ni başladırıq sıfırdan sona qədər. Bu şəkildə. Və hər səfərində bir if qoyduq bura və yoxlayırıq ki, əgər s-i bərabər deyilsə, kiçik lat nədir? Məsələn, bunu bu şəkildə deyək ki, o zaman s-inin özünü çıxışa verək, əgər bərabər deyilsə. Əks halda heç bir şey eləmir. Yəni, burada başqa buna girmədik. Zaten a-ya bərabərdirsə, deyək ki, bu yoxlayır. A bərabərdir bu səhvdə. Ona görə buradan davam eləyir və təkədən qayıdır başa. Yəni A-nı çıxışa vermir. Bunu belə versək. Aha, gördüyünüz kimi burada niyyət səhv alındı. Çünki
SC'ni bu şekilde S'in bir deyək ki, indeksini dışa verdiğimiz zaman bunu artıq bir kar olarak götürür də C++. Və burada da mən bunu iki dırnaqında demişdim, iki dırnaq string olarak dəyərləndirilir, tək dırnaq kar olarak. Və biz ümumiyyətlə fərqli iki dənə fərqli, yəni yaxın belə olsalar, iki dənə fərqli şey, yəni qarşılaşdırmaq da, məsələn deyək ki, hətta maksimum minimumda da long-la inti qoyduğumuz zaman bir long məsələn n belirləmişik. M-i də int belirləmişik də. Məsələn max-da n-lə m-i bir yerdə yazsınız, ona da xəta verəcək. Yəni kimi. Yəni mütləq eyni olmalıdır bir şeyləri qarşılaşdırmaq üçün ümumiyyətlə. Ona görə burada tək dırnaqla A yazırıq ki, onu bir kar olaraq götürsün və S-ilə qarşılaşdıra bilsin. Şaşırdınız niyə burada iki dırnaq qoyduq? İki dənə tək dırnaq qoyduq da yəni. Amma gördüyünüz kimi ve bunlar aslında biraz daha geçecek. Reverse substring. Aha. Bu funksiyonu məncə göstərməmişdim, substring almaq ümumiyyətlə. Yəni substringsiz də yazmalıydım, amma substringsiz yazmaq çox daha çətin olar da. Və sualda deyir ki, bizə bir string verilir, sonra da iki dənə rəqəm verilir və deyir ki, o indeks aralığını bir növ reverse etmemiz lazımdır. Amma məsələn burada görə bilərsiniz ki, indeks bunlar birə olacaq. Yəni 2 deyəndə bu bizim indeks kimdir? Yəni bu 0, 1, 2 buranı nəzərdə tutulur. Bu 2 deyəndə buranı nəzərdə tutur. 3 deyəndə buranı nəzərdə tutur. Yəni ən yaxşısı elə bunları alanda bir dənə çıx eləyərsiniz ki, elə tam indeks dəyərlərinə gəlsin, daha rahat olsun. Ya da istəyirsiniz stringin əvvəlinə bu şəkildə bir dəqiqə bərabər eləyə bu şəkildə əvvəlinə bir olur mu? Hə, aynen. Bu şəkildə əvvəlinə bir dənə boşluq əlavə eləyə bilərsiniz. Bu sayədə artıq nə olacaq? İlk indeks sistemi artıq 1-dən başlayacaq da. Ona görə də artıq bu ilk indeksimiz 0-dan başlayacaq. Yəni o boşluq 0 olacaq. Ona görə artıq başlar 1, 2, 3 falan var. Amma onda da problem yeni yaşayarsınız. Çünki burada bir dənə boşluqdan verirsək, o boşluqda da stringlər önəmlidir. Boşluqların olmaz. Hani intdə falan verildi, çox da problem yox idi, amma bunda olur ümumiyyətlə. Ona görə ən yaxşısı siz bu i ilə j-ində ümumiyyətlə aldığımız zaman bir dənə çıx edin ki, yəni sonra int AB yazmalıyıq. Sonra fordan qarışmasın. AB-ni aldıq ha. Burada A-ya minus minus, B-yə də minus minus bir dənə çıxaq ki, tam indekslərinə denk gəlsin də ümumiyyətlə. Aha. Deməli, sonra bizdən istəyir ki, stringləri reverse, yəni o hissəni reverse edirik sadəcə və elə çıxışa veririk. Amma sadəcə o hissə mütləq. Məsələn, burada görə bilərsiniz ki, burada nə deyək burada? 5 ilə 6-cının, yəni burada 5 və 6-cının yerlərin, yəni 5-dən 6-ya qədər olanlardan doğrusu yerlərini dəyişir ümumiyyətlə. Yəni sadəcə bir kənə olursa 5-dən 6-ını dəyişir, amma 5-dən 9 olsaydı 5-dən 9 alanı ümumiyyətlə reverse edəcəkdir. Burada deməli 1, 2, 3, 4, 5 və 6. Bu PK-nı gördüyünüz kimi tam tərsinə çevirib və geri qalan isə tamamilə eynidir. Məsələn, görürsünüz ki, bura və bura eynidir. Hətta ara qoyun. Amma sadəcə o 5-dən 6 yazan yeri ümumiyyətlə tərsinə çevirib də. İndi bunun üçün nə edəcəyik? Əslində reverse-dən yazaq. O sortu göstərmişim də, dedim sort, yəni ümumiyyətlə stringlərdə bu şəkildə yazılır da. S.begin-dən başlayırıq, S.end-ə qədər. Hani çünki array'lərdə hani belə eləyirdik ya. Array'də məsələn bir A array olduğu zaman A plus n eləyə bilirdik. Amma bunda özü belə eləməliyik. Və dedim ki, reverse də eyni şəkildə də, yazı salım. Yəni bu şəkildə sort və reverse eləyə bilirik. Bu tamamını edir, çünki begin-dən başlayır və end-ə qədər gedir ümumiyyətlə.
Amma biz əgər istəyirsə ki, bəlli bir hissəni sadəcə reverse eləsin ya da sort eləsin, o zaman biz nə edirik? Bu şəkildə yazdıq, deyək ki, və bunların əvvəlinə plus yazaraq hardan başlayıb harda bitməsini istədiyimizi qoyuruq. A plus A və plus B yazdığımız zaman bu artıq A indeksindən başlayır reverse eləməyə və B indeksinə qədər reverse edir. Amma burada bir dənə də bu şəkildə B plus 1 yazmaq lazımdır. Çünki o plus 1-i götürmür ümumiyyətlə. Ona görə yəni A-dan B-yə qədər gedir ya. Bir dəqiqə. Neyse bunu sileyim. Böyütme olan getline yazdığımız için açık problem oldu. Yan yana koydum. Neyse bunu bırak. Ne oldu? Aha. Deməli, 6 ardından bunu da siyahut eləyək. Siyahut eləyək. Yenə şey verəcək. Siz gördüyünüz kimi tam PK-ya baxın, nəsə PK dəyişməlidir. Aynen. Yəni PK idi burada KP olur. Buna baxın. Yəni bu hissəni. Dediyim kimi, reverse niyə bu şəkildə yazdığınızı başa düşürsünüz də. Yəni reverse-ün strukturu belədir. Yəni bunu s.begin s.end yazdığınız zaman o başdan sona reverse. Eyni şəkildə sortda da eyni cür işləyir. Yəni bu reverse-də göstərirəm. Sortda tamamilə eyni cür işləyir. Bəlli bir aralığı sadəcə sortlamaqda reverse-lamaq istədiyiniz zaman s.begin və s.begin yazırıq və bunların arxasına plus yazaraq hardan hara sortlamaq istədiyimiz, reverse eləmək istədiyimizi yazırıq da ümumiyyətlə. Və bura başladığı nöqtəni yazırsınız, yəni hardan başlayır. Amma bura bitdiyi nöqtədən bir dənə plus yazırsınız. Çünki o tam bitdiyi yeri saymır. Hani A-dan B-yə getdiyimiz zaman o B-yi götürmür. Ona görə B plus 1 yazar ki, o B-yi götürsün. Yəni bir də yaza bilərik. Gördüyünüz kimi bu tam işləyir, doğrudur. Bu sualda hər hansı bir başınıza qarşıdan bir yer oldu mu, yəni ümumiyyətlə? Başa düşürsünüz də niyə belə işləyir bura? Yəni reverse anladınız da yəqin ki, onu soruşuram. Bəli. Mənim səsim gəldi ümumiyyətlə. Hə. Kod dosyasına. Bəli. Ona görə. Restoranı. Bu suala baxdıqda indi buna keçdik. Deməli, bir dəqiqə bu suala baxaq. Deməli, asatdan gedək də yavaş-yavaş. Aha. Deməli, bu sualda da bizdən istəyir ki, bir string, bir rəqəm verir ümumiyyətlə bizə və deyir ki, bu rəqəmin palindrom olub olmadığını yoxlayın. Deyir ki, non-negativ olmayan 32 bitlik integer, yəni bayağı gedə bilir bu. Yəni 10 üstü 18-dən daha böyükdür də.
Ona göre bunu görebilirsiniz ki bunu normal şeyle eləyəmərsiniz, intlə eləyəmərsiniz. Zaten hətta 10 üstü 18 olsa belə bu çətin olur da ümumiyyətlə. Çünki götürəsiniz, sonra onu bir də başqa bir integerlə birləşdirmək üçün nə qədər vurasınız ona falan kimi fərqli şeylərə gərək yoxdur ümumiyyətlə. Bunun üçün nə edə bilərsiniz? Deməli, bunu bir integer olaraq yox, ya da bir long olaraq yox. Bu arada sualda bizdən istəyir ki, rəqəmin palindrom olmadığını tapaq. Və palindrom nə deməkdir? Əgər rəqəmi təm başdan sona, həm də sondan başa oxuduğumuz zaman eynidirsə, o zaman bu rəqəm palindrom. Məsələn, görə bilərsiniz ki, bu 1, 2, 1-dir, bu da 1, 2, 1, təsdiq edən də 1, 2, 1-dir, başdan edən də 1, 2, 1-dir. Bunlar palindrom deyilir. Məsələn, 10 palindrom deyil. Çünki başdan 1, 0, o birdən 0, 1 kimi getdiyi üçün palindrom sayılmır. Deməli, bunun üçün rəqəm dediyim kimi bir string olaraq alırıq. Yəni bir int olaraq yox da. Ki int dediyim kimi çox böyük bir rəqəmdir və 10 üstü 18-dən daha böyük olduğu üçün long belə bəs eləməyəcəkdir ona. Bir string olaraq aldıq rəqəmi və sonra biz bunun palindrom olmadığını yoxlamaq üçün nə edə bilərik sizə? Yəni biraz ideyamız varmı? Ümumiyyətlə bunun üçün. Reverse edə bilərik. Aha, bəli, düzdür. Amma bir daha başqa bir string məsələn qoyaq, onu S-ə bərabərlik. Çünki reverse eləyəndən sonra onu qarşılaşdıra bilməyimiz üçün bir şey lazımdır da. Ona görə bir dənə string bəllədik S-ə bərabər olan. Sonra onu reverse edirik. Aha. Ardından deyirik ki, əgər T və S hələ də bərabərsə bir-birinə, o zaman cout yes çıxışa verək. Əks halda, əgər yəni artıq bərabər deyilsə, reverse eləyəndən sonra artıq T dəyişdisə, o zaman artıq no çıxışa veririk. Nə üçün? Çünki artıq yəni palindrom deyil də. Palindrom o deməkdir ki, reverse eləyəndən sonra da eyni qalmalıdır. Bunu şöyle. Gördüyünüz kimi yes verir. Bir də buna baxaq. No çıxışa verir. Gördüyünüz kimi. Aha. Deməli, bunu da keçdik. Given a string so the question is below. Bizə bir string verilir və sonra deyir ki, bu stringlərin hər biri üçün bir şey çıxışa verir. Yəni bunların hər birinə cavab verəcəksə bir-bir. Deməli, biz stringi öncəlicə alaq. En başdan stringimizi aldıq da. Deyir ki, word that is formed with second, fourth and tenth character of strings. Bir söz verin, yəni bir söz çıxışa verin ki, ikinci, dördüncü və 10-cu karakterlərini çıxışa versin də. Görürsünüz, ikinci, sonra dördüncü və burada 10-cu. Amma fərqli eləməlisiniz ki, bu sıfırdan başlamayıb da. Hani second deyəndə bunu göstərir. Yəni ona görə 2 yox da cout A deyək ki, S-1 şəklində falan çıxışa verəcəyik. Yəni S məsələn 2-1, 4-1, 10-1, yəni 1, 3 və 9 çıxışa verəcək. Çünki sıfırdan başlayır da indeksləmə. Yəni bu ikincidir, amma indeksləmədə bu 1 olaraq gedir, bu 0 olaraq gedir. Ona görə nə edirik? Yəni birincidən çıxışa vermək üçün cout S0, S1, sonra S3, çünki 4-dir. Yəni bu şəkildə bu əslində görə bilər. Belə yazım daha rahat olacaq. Və 10-cu bir endline qutarırıq. Çünki fərqlənsiz orada list şəklində çıxışa vermişdi də. Yəni ən başda sıra fərqli sıralar halında vermişdim ona görə. Ardından digər sətirdə deyir ki, bir söz çıxışa verir ki, birinci, ikinci və son karakteri oluşsun. Yəni necə? Cout 1 S birinci, yəni 0, S birinci indeks 0 olduğu üçün sonra nə deyirdi?
Second və yəni ikinci və last character. İkinciyə və s-in sonuncu dəyəri. Sonuncu dəyəri hansı olur? Yəni son dəyəri çıxışa verə bilərik. S-in uzunluğunu bilmirik. S.size -1-də. Aha, bəli düzdür. S yüksəkdən tapırıq və indeksləməni sıfırdan başa düşün, həmişə sonuncu size-dan bir dənə kiçik olur da. Ona görə çıxışa verdik və end-line-dan bitiririk. Aha. Deyir ki, burada bir söz hansı ki son 5 karakterindən ibarətdir. Son 5 karakteri bunu da çıxışa verə bilərik. Bunun üçün artıq bir for istifadə etməliyik ya da bir substring istifadə edərik. İçinə göstərim. Deməli, bunun üçün birinci ya for int i deyək, s.size deyək ki, sonuncuda son -1 əgər bir karaktersən və -5-dən başladığımız ki, ümumiyyətlə 5 karakter geridən də başlasın son 5 karakter vermək üçün və i kiçik olacaqca s.size-dan. Bunu şimdi arttırırıq. Cout sıfırını çıxışa verək və bu qutarandan sonra da bir dənə endline edə bilərik. Deməli, bu for yoldur. Gördüyünüz kimi sizin size-dan 5 dənə əvvəldən başlayaq ki, son 5 dənə çıxışa vermək üçün də. Hatta bir də substring deyə bir olay var. Substring üçün nə edirik? Deyək ki, burada substring isə alt çoxluq demək. Sub alt şey, sub alt string kimi. Substring yazdıq bu şəkildə və bir dəqiqə. Əvvəlində də s nöqtə bu şəkildə yazırsınız. Hansı stringin substringini almaq istəyirsinizsə də, yəni birinci bura s.size -5 yəni başladığı indeksi yazırıq. İndeks amma mütləqa bu şey olmaz. Yəni sıfırdan başlayır, indeksləməklə yazırıq. Əgər bunun sonrasında məsələn 5 qoyduğumuz zaman o sonraki 5 dənəni verir. Amma əgər heç nə qoymazsa da bu şəkildə yazdığımız zaman da artıq oradan etibarən sona qədər hamısını çıxışa verir də. Yəni ona görə əslində burada baxdığımız zaman şey istifadə etməmizə gərək yoxdur. Yəni əlavə edib orada 5 qoymamıza gərək yoxdur. Niyə? Çünki zaten ən sona qədər gələcək də. Yəni biz son 5 rəqəmi yəni bura əlavə bir də 5 qoysaq da eyni şey olacaq. Niyə? Çünki zaten 5 dənə var, zaten 5 dənə var. Yəni orada 5 qoymamızın bir şey yoxdur. Yəni zaten demək istəyirəm ki, əgər vergüldən sonra bir şey qoysaq, bura heç vergüldən sonra 3 qoyduq da, o çıx 5-dən başlayacaq və sonrakı toplamda 3 dənə şey çıxışa verəcək. Yəni o 5-dən başlayır, sonrakı bir dənəsi və sonrakı bir dənəsi 3 dənə çıxışa verəcək. Amma əgər heç nə qoymasa sonra vergüldən sonra bir şey qoymasanız, o zaman oradan etibarən stringin sonuna qədər olan hissəni tapacaq da ümumiyyətlə bu. Bu direkt özü və yazamaz, siyahla verməlisin. Ya da bunu stringə də bərabər eləyə bilərsiniz. String t-yə bərabər eləyib sonra onu çıxışa verə bilərsiniz. İki cürdə işləyir. Gördüyünüz kimi çox da rahat, yəni asan yoldur da. Bir də for-a getməkdən istəyir, çox da qısa yaza bilirsiniz. Aha. String is without the last 4 character. Aha. Deməli, deyək ki, stringə çıxışa verin son 4 hərf olmadan, 4 karakter olmadan. İndi sizcə bunu necə eləyə bilərik? Amma for yox, sadəcə substringlə. 0-4 müəllim. Yox, sıfır düzdür, yox, sıfırdan başlayacağıq. Amma bizdən istəyir ki, son 4 rəqəmi çıxışa verməyək. Sən bura 0-4 yazsan, sıfırdan başlayacaq, sonraki 4 dənə rəqəmi çıxışa verəcək və dayanacaq. Yəni bu elə deyil. Amma yaxındır, yəni burada nə yazmaq lazımdır? Ümumiyyətlə bu sıfırdır, vergüldən sonra nə yazmaq lazımdır sizcə? S.size -4 olardı yoxsa? Aha, düzdür. Çünki çıxışa verək. Bir dəqiqə. Burada endline vermək yaddan çıxım, ona görə birləşdirdim. Deməli, sıfırdan başlayacaq və s.size deyə özün versək, yəni
S-in hamısını verdik də. Ona görə məntiqli düşünə bilərsiniz ki, əgər bundan 4 dənə az verəcəm, son 4 rəqəmdə artıq çıxışa verməyəcək də. Gördüyünüz kimi burada yazaq. Tamam, son 4 rəqəmi artıq deyim, biraz məntiq məsələsidir də bu. S.0-dan başlayacaq və toplamda S.size -4. Yəni son 4 dənə çıxında sırayla gedir. Yəni başdan sona gedir də. Yəni o 4 dənəsi dışında qalan hamısını çıxışa verəcək də. Son 4 dənə dayanacaq. Ona görə şurada yazdığımız zaman da tamamilə düz işləyir. Ya da bunu fordan yazmaq istəyək də, yəni for başlayacağıq. Int i bərabər 0-dan S.size -4 və bu şəkildə yenə cout S-in hər səfərində çıxışa verərək yaza bilərdik. Amma tabii digər substring yazımdan çox daha rahat gəlirdi insana. Deməli, sonraki inline qoyaq. Inline yaddan çıxmasın. Bir dəqiqə. Orada digər sorular qaldı. Onlar da baxaq. Deməli, hansına baxdıq ən son? Buna baxdıq. That's what it is. A word form with all character with odd indexes. Yəni tək indekslərdə olan bütün hərfləri çıxışa veririk. Tək indeksdə burada yenə görə bilərsiniz ki, 1-dən başladı. Yəni bu 1, 3, 5, yəni 0-dan başlayıb tam tərsi olacaqdı. Yəni burada çıxışa verdiyi şeyə baxıb görə bilərsiniz ki, yəni bu A-da məsələn A var da burada. Yəni A 0 olanması üçün 0 düzdür. Tək olması üçün A-nın 1 olması lazımdır. Yəni indeksimi yenə 1-dən başlayır. Yəni siz burada şey deyə bilərsiniz. Yəni 0-dan başlayır. Bizdə hani 0-dan başlayan cütlər olan yerlərdə 1-dən başlayan təklər olur da. Ona görə əgər istəyirsiniz stringin əvvəlinə bir dənə boşluq qoyaq, amma onu boşluq qoyduğumuz zaman artıq digərlərində problem yaranacaq. Ona görə digərlərinin hamısını buna uyğunlaşdırmaqdansa bir dənə bunu digər hamısını uyğunlaşdıra bilərsiniz də. İntelilərsiniz. O tək yerlərin, tək indekslər yerinə cüt indekslər çıxışa verərsiniz. Necə? Çünki artıq 0-dan başladığı zaman cüt olanlar 1-dən başlayan tək olur da. Onun üçün deyirik ki, əgər faizli 2 bərabərsə 0-a, yəni qalıq yoxdursa, o zaman cout və i-in yoxdur. Burada s-ni falan yoxdur. Kimi şeylər, yəni indekslər yoxlayır da. Onlar hamısı cout verdikdən sonra bir dənə burada fordan çıxandan sonra inline edirik. Çünki burada əgər inline yazmağa çalışsaq, hamısını çıxartlar, hamısını inline edəcək. Yəni o hərflər sırayla listə kimi düzəcəkdir. Sətirə yox, sütun şəklində düzəcək. Ona görə fordan çıxandan sonra yazırıq. Sonra bir də buna baxdıq. The length of world from previous keyword. Yəni özündən bir əvvəl, yəni bu tamamilə tək hərflərdən oluşan stringin uzunluğunu istəyir. Bunun üçün nə edirsiniz? Bir də fordan təkcədən gedib burada sayını tapıb, nə bilim belə count qoyub sonra onu 2, ondan sonra cout verib eləyib tapa bilərsiniz. Hətta çox daha asan yolu nədir? Sadəcə nə edirsiniz? Deməli 1-dən başladım. O zaman sadəcə deyə bilərsiniz ki, s.size bölünsün 2-ni çıxışa ver. Amma bir dənə burada şey var ki, s.size çıxsın 2-ni çıxışa verəsiniz. Amma deyək ki, məsələn, stringin uzunluğu 5-dir də. Hə? A, B, C, D, Y-dir deyək ki. Burada artıq təkrar hansılardır? Bir tək verəndə artıq orada nə çıxışa verəcək? A-dır, C-dir və Y-dir. Amma burada görürsünüz, size-ı 2-yə bölsək, problem yaranacaqdır. Yəni, tək əgər uzunluğu, orijinal stringin uzunluğu təkdirsə, o zaman bir dənə eksik alır da. Çünki, cütlərə olan götürəndə çox problem olmur. Niyə? Cütlərdə çünki 2-2 gedir. 2-2-2, amma təklərdə problem var ümumiyyətlə. Onun üçün nə edə bilərsiniz? Ya deyirsiniz ki, bir dənə, məsələn, bir count bərabər edirik. S.size bölünsün 2-yə. Sonra bir də if S.size qalıq 2-yə böləndə qalıq əgər bərabər deyilsə 0-a, yəni bir qalıq qalırsa orada, o zaman count'u bir dənə arttırırıq və elə çıxışa veririk count ümumiyyətlə. Ya da onun yerinə sadəcə nə edə bilərsiniz? Burada biraz daha məntiqli bir şeydir. Bu +1 yazarsınız. Niyə? Çünki cüt olanda problem yaranmır. Cüt olanda deyək ki, 4 + 1 5 olur. Yəni 5-i 2-yə böləndə yenə 2-yə gedir. Çünki C++-da qalır, yəni integerlərdə qalıq qalma deyə bir şey yoxdur.
Onun üstüne cütdüsə, üstünə 1 gələndə ora bir də əlavə getməyəcək. Amma əgər təkdirsə, yəni artıq bizə lazımdırsa bir dənə daha artdırmaq, o zaman plus 1 elədiyimiz zaman artıq o artacaq da, necə deyim. Məsələn, stringin uzunluğu 4-dürsə, artıq 2-yə böləndə bunu yəni 2 alınır və düzdür ya bu. Yəni bunu 4 plus 1 yazdığımız zaman, yəni 5 olduğu zaman bu və 2-yə böləndə yenə 2 alınır. Çünki qalıq o 0.5 saymayacaq da integer. Amma əgər bizə 5-dirsə və məsələn 2-yə böləndə bu 2 verəcək. Amma səhvdir. Niyə? Çünki 3 dənə verməlidir normalda. A, B, C dediyim kimi. Təkrar birincidən başlayır. 1, 3, 5 idi, getdi 3-ün. Ona görə amma məsələn 5 plus 1 yazdığım zaman artıq bu təkdir ya. Təkrar sonra bir dənə o eksik qalan 0.5 deyə bir gəlir və artıq bunu 6-nı 2-yə böl zaman 3 alınır. Çox da qısadır yəni bunu yazmaq belə şəkildə. 2 aldığı da düzdür yəni çox da yalnız tutmalı tərəf yoxdur. All the character of string as every other bir dənə əvvəlkini istəyir. Özündən o son string çıxışa vermişdik ya, onun tam tərsinə çıxışa verəcəyik. İndi burada nə edə bilərik? Yaxşı, nə edə bilirsiniz? Burada bir dənə əvvəldən bir string yaradaq. Tez olsun da deyək kimi. Bir dənə T. Boş ümumiyyətlə belə bu şəkildə qoyub tam boş string əldə edə bilərsiniz. Və deyirsiniz ki, burada hər səfərində sadəcə T-nin üstünə gəlir ya S-nin, T-nin üstünə gəlir ya S-nin. T-yə heç şey eləmirsiniz. Və ən sonunda burada da siyahı verdiyi zaman artıq da bunu belə yazsanız, hətta bura count falan əlavə qoymalı deyilsiniz. Sadəcə siyahı T-yə sadəcə yaza bilərsiniz. Və ən sonunda bir dənə deyirik ki, siyahı, siyahı eləməyəndə necə reverse edək. Reverse ən başdan başladı və T-nin sonuna qədər siyahı T-nin özü. Ben de bir yardımcı çıkmasın. Gerek yok tam yerde. Aha. Elə bunu götürək. Gördüyünüz kimi burada tam meyil çıxa verdi. Hətta istəyirsiniz kod ataq bura. Baxaq görə düz verirmi yoxmu? Yəni bir problem xəta varsa düzəldik. Bilirsiniz. Bir dəqiqə. Bizə sıxılmış ola bilər. İndekslər birdən başlayır, tamam. Doğrudan şey deyiləcəksə, orada yəni if yazmaq yerinə sadəcə bunu plus bərabərlik şəklinə yazdığı zaman da eyni şey yarayır. Yəni 2 artırır da sonuç olaraq. Ona görə hamısı düzgə. Neyse bir şey səhv çıxdı. Sizə baxın bir dənə harda səhv olduğunu tapaq. Deməli ikinci, dördüncü və 10-cu xərfləri burada çıxışa vermişik, tamam. Burada var. Word that is formed first, second, the last character. Birinci, ikinci və sonuncu karakter. Last five character of string. Burada ama garanti verip mi bize son şey olacak diye. Son 5 rakam olacak diye. Belki orada olabilirsin səhv gəlib. Ama yok he. Onda da səhv gedərdi ümumiyyətlə.
all character with all indexes, all character of some assessment. Start with less. Bir dəqiqə. Bizlər hamısını çıxarmamız istəyir. Yox. Yəni o da üstdən. Görürsün. Bunu bax görək. Nə vaxtdan yazdım bunu yəni. Hələ də ST yazmışam sizin yəni. Ən az 2 illik falan. Deməli son 5 dənəsini gözəl substitutdan istifadə etmişəm. 1 üçüncü 9-cu 0 çıxsın 1. Son 5 dənəsini yəni çıxış vermişik. Siz bir səhv görə bildinizmi burada? Nəsə ümumiyyətlə bu kod yəni bu arada bəzən şeylər dəyişir. Dəqiqə. Əlim bəlkə yenə run edəsiniz orada görünsün deyə fərqləndir. Yox, başqa bir şey var məncə burada. X-dən götürüb X A-4-dürsə, yəni tamamilə eynisi də substring A-4 yəni qoymuşuq. Burada nəsə varsa bir son stringdə bir problem var. A-1-dən başlayır məsələn bax. Burada bir ümumiyyətlə sualda bir şey gözdən qaçmışam bəlkə. Dəqiqə. Nəsə, gəlin dərs baxaram bir masalın ufaq bir səhv var. Onu yazarım ya da gəlin dərs deyərəm tezdə. Nəsə başlamadan əvvəl. Aha. Bir də bu sual var. Bu sual baxaq tez. Bu arada sən şey deməyə çalışırdın. Yəni orada run eləyəndə dəqiqə. Bunlardan birinin səhv olmadığını yoxlamaq üçün o problem yox. Bəli. O şeydir də, məsələn, görsən, burada zaten answer bir düz tamamən. Bax, 4 dənə şey var ya, bu test 1 elə bundan tamamən eyni şeydir. Yəni bu tamamən düzdür. Nə varsa burada test 5 var, test 5-i göstərmirlər. Sadəcə bir dənəsini example olaraq qoyurlar. O başqa testlərə baxmaq olmur. Yəni bu düzdür. Bunun tam düz işləyir. Nəsə başqa bir şey var. Bu ehtimalın orada yenə stringin uzunluğu ya da vesaire ilə bir şeylə əlaqəli var. Məsələn üçün məndə bu kod, məsələn o bir yazım kod deyil, mütləq vaxtda yazdım. Məsələn bunun niyə işlədiyini heç bilmirəm. Niyə A-1-dən başlayır da, yəni A üstü olanı bir tək olanı dəyişə bilər də ümumiyyətlə ona görə deyirəm. Nəysə yəni onu deyirəm. Gəlin dərs baxarıq. Deməli bu sualda var. Sual biraz uzun gələ bilər, amma qısa deyək ki, sizə bir ümumiyyətlə bir string verilir. Mötərizənin içindəkiləri tam təşkil çıxış verməmiz lazımdır. Və mötərizə çıxış vermir təbii ki də. Məsələn bunu yazaq. Deyək. Bunu yazdıq ya. Deyək ki, məsələn bu hissəni tam normal çıxışa veririk. Mötərizənin için tərsinə, yenə burada mötərizənin için tam tərsinə çıxışa verdik və yenə qalanını normal çıxışa veririk. Gördünüz mü? Yəni belə bunun sadəcə solda bunu deməyə çalışır. Yəni belə sualın qarşı görməsin. Siz problem eləmə. Eləməyin də, yəni elə deməli bunun üçün nə eləmişik? String elementdə qalırıq. String daha doğrusu. String'i saldıq. Geçim. Sonra artıq burada bir-bir baxacağıq da. Nə edirik? Bir for götürürük burada.
necə elədik? Sadəcə mən izah etməyim əvvəl. Bir dənə string forla gedəcəyik. Mötərizə gördüyümüz zaman başqa bir for açıb yenə içində harda o mötərizənin bağlanması. Çünki burada mötərizənin üst-üstə bilməsi deyə bir şey yoxdur da. Hani belə bir şey yoxdur. Deyim. Onu verir ya məsələn. Sonra burayla bu hissəni ayrı mötərizə alması deyə bir şey yoxdur. Mötərizə tamamilə ayrıdır. Yəni bir başlayır, sonra bitir, sonra başqası başlayır, sonra bitir, başlayır, bitir kimi gedir. Yəni ona görə edədiyimiz gərək yoxdur da belə mötərizələr üst-üstə düşəcək falan. Ona görə sadəcə bir dənə başladığımız, yəni bir mötərizə gördüyümüz zaman bir fordan gedirik. Onun bitdiyi yeri tapırıq və o aralığın substringini alıb reverse eləyirik. Və i-ndə sonra bura bərabərlik sürət təşəkkür edir buna baxmasın da, sonrasını başlasın, davam eləsin. Onun üçün də eləyək, dediyim kimi başlayırıq ən başından sonuna qədər və deyirik ki, əgər SI bərabər olsa bir dənə o mötərizənin açılmağına, bunda bir dənə buna əvvəl yazaq. Yəni əgər bərabər, yəni elə bir şey yoxdursa, yəni normal, yəni mötərizə açılma bərabər deyilsə, onda normal cout S-in özünü çıxışa veririk də. Əgər bərabərdirsə də nə edirik? Bir for başladırıq təzə bir dənə. Bir J ilə i plus 1 dənə. Bir sonrasından başlayır. Mötərizəyə bir də baxmamıza gərək yoxdur. Və yenə sadəcə kiçik olan qədər yəni zaten break eləyəcəyik. Oradan sonrasında getməsin deyə. Oraya gedənə qədər mütləq görəcəyik. Məsələn ki, bitməlidir də artıq. Yəni ən sonuncu belə olsa bitəcək orada. Ona görə sadəcə qədər gedirik. Yəni bura qədər mütləq getməyəcəyik. Ya bir dənə mötərizə gördüyümüz zaman bağlayacağıq, amma maksimum bura qədər gedə bilər deyə bunu qoyuram. Yəni break deyəcəyik də onun içində. Yəni bir artıraq gedirik və deyirik ki, əgər artıq S, J bərabər olsa bir dənə mötərizənin bağlanmasına, onda nə edirik? Bir nə edəcəyik? Oranın substringini alacaq və onu çıxışa verəcəyik. Necə? Cout bir dəqiqə. Reverse eləmemiz lazımdır. Ona görə bir başqa bir stringə bəd eləyək bunu. String T deyək ki, substring i-ninci indeks plus 1-dən başlasın. Çünki i artıq mötərizədən mötərizədən çıxışa verməyəcəyik. Və hara qədər getsin? J-dən i-yə qədər olan məsafədə J minus i-yə qədər məsafə minus 1. Çünki niyə? Mötərizənin başladığı yer düşəkdə bir dənə. Məsələn, bura 0, 1, 2, 3, 4, 5, 6, 7. 4 və 7-də bunu çıxanda neçə eləyir? 4-dən 7-dən 4 çıxanda 3 eləyir də. Amma niyə 3 verməmiz olmazsa baxdığımız zaman 2 verməlidir. Hani 2 fərqli rəqəmin aralığını tapmaq üçün düşünün də. Nətər tapırıq onu? J minus i minus 1 olmalıdır da. Çünki J minus i eləyəndə məsələn buradan əvvəli gedir, amma o J-nin özəli də sayılır da. Ona görə onu da çıxmaq üçün bir dənə minus 1 əlavə edilir. Çünki substring oradan sonraki götürür. Oradan toplam nə qədər olduğunu göstərir də bu da yazdığımız. Bunun içində J minus i minus 1 qədər var. I plus 1 də ona görə yazdık ki, mötərizəni götürməsin. Sonra bu stringi götürürük, reverse edirik. Sonra və siyah tendikdən sonra da break elədik. Break eləmədən əvvəl də mütləq burada i-ni j-ni bərabərləmək lazımdır ki, artıq i yuxarı getdiyi zaman oradan başlasın. Yəni yoxsa eləməsək nə olacaq? Deyək ki, i gəldi bura qədər. Burada baxdı, sonra for getdi, bunu tapdı, bunun tərsini çıxışa verdi də. Amma əgər sonra j-nin i-ni artıq buna bərabərləməsən, buradan başlamasına çalışmırsan, i təkrardan bir sonrakında artıq bura gələcək və bu A-dan i-ni çıxışa verəcək. Orada çox pis alınacaq da ümumiyyətlə. Yəni səhv alınacaq cavab. Ona görə i-ni j bərabər ki, artıq o mötərizənin qurtarmasından davam eləsin. Niyə j plus 1 yoxsa zaten özü bir dənə artacaq da burada təkrar qaydanda. J plus 1 isə artıq çox da sonra davam edəcək. Ona görə j. Bunda çıxışa verək. Russian. Sevgilisi. Orada ne? Substring'in əvvəlində də o hansı stringin substring
olduğunu yazmaq lazımdır da S nöqtəni. Yəni gördüyünüz kimi tamamilə Russian Code Card deyə çıxışa verdi. Tamamilə düz sal. Aha, oldu. Bunu da save edək.